Salam əziz izləyicilərim. Məndən soruşmuşdunuz ki, qazı nə ilə silmisiniz? Qazı bununla sildim. Çox gözəldir. Hətta bununla da silirəm. Hər ikisi çox gözəldir. Axırıncı videomda bununla silmişəm. Bunu sildikdən silirəm. Krem halındadır. Biraz çalxalamalısınız bu formada başaya. Çalxalayıb qaza belə deyək, töküb yaymalısınız maçalka ilə, qap maçalkaları ilə, şotkaları ilə, nə ilə istəyirsiniz yaya bilərsiniz. Dəsmalla da yaya bilərsiniz. Yaydıqdan bir 15 dəqiqə, yarım saat çəkirsiniz. Yəni qalır. Divardır, yəni bu kafeldir, şkafın üstüdür, fərqi yoxdur. Aspiratordur, şkaflardır. Yəni rahat şəkildə bunu çəkib, sürtüb, belə deyib, saxlayırsınız 15-20 dəqiqə. Ondan sonra yaş əski ilə, yaş dəsmalla silirik, quruluyuruq, təmizləyirik. Çox gözəldir bax bu. Bununla da məsələn pasta olan yerlərdir və yaxud da əlb tutan yerlərdir. Olsun qazımın içini görürəm ki, məsəl üçün qonaqlarım gəlib falan filan, qazım çox bulaşıb, həddən artıq, yəni yağ bərkiyir, qatılaşır, qalır səhərə. Axşam yorğunçuluq olur. Bununla eləyirəm, saxlayıram bunu 15 dəqiqə yox, yarım saat, 1 saat hətta saxlayıram. Tam belə möhkəm olur. Xaldenkimin içini də bununla vurdum, təmizlədim. Özünüz gördünüz ki, orada sarı belə şeylər axırdır. O da, yəni sözüm ondadır ki, nə qədər bərk şey olsa da, pastır və yaxud da ki, əlplərdir. Bundan üzərinə tökün. Çox qəşəng saxlayın. Mütləq şəkildə saxlamaq lazımdır. Saxladıqdan sonra silirsiniz. Sadəcə nəm dəsmalla silirsiniz. Çox gözəl də effektini görürsünüz. Buyurun, sizin üçün paylaşdım. Xeyirli, uğurlu olsun.